niye böyle olur ki? Sözümüz, bak balayda o gün bir taşıma ağırdı, bir arkadaşların taşı ağırdı. Ne biri ağır qəbul edeyim. Son zamanlar aşıları da bence taşı biraz ağırlaşır. Belə olmuyor mu? Yok doğrudan deyirəm, çünki belə bir qəbullanmamağa başladı ki, aşırdı, gitsin, ay bak, aşırdı. Bir söz soruşacağım, icazə verərsiniz. İnci mən sizin, heç vaxt sizin o pərdəni, oğlunuz baxır, ayıb olardı, indi mən bir şey. Siz ailəmizdə hər şey yerindədir də. Bir nəfər orada yazıb ki, özü niyə boşanır? Zülfiyyatın boşanır, mən deyil, komik də var. Mən utandım soruşum ki, mən Zülfiyyat xanımın obyektinə gedəcəm, mən bildiğine onun yoldaşı var, rəhbərim. Zülfiyyat haçan boşanır ki, deyil, özüm boşandım, və haçan boşanır? Güya siz boşandınız, harada baxtaq gəldiniz, boşandınız? Tarık Bey, Ne kadar aciz insanlar. ve işlerin birinde bana demişler ki, daha doğrusu böyle bir sual olmuştu. Ki son çıkan şayeler nece olmuş? Niye icazə verirsiniz belə suallara? Yok, ben bilmiyorum. Ben de dedim ki çoktan olmuş şeydi. Ben de dedim son çıkan şayeler bilmirsən, şayeye kalsa güya ben hayat yoldaşımdan boşandım. Mesela öyle güya meselediler. Laf boşanıbsa, Öylece hayat sizə nə var? yoldaşımdan boşandım. Zülfiyyənin özündən böyük dağ boyda oğlu var. Bunu deyən insanlar... Yok, benim yaşıma başıma yavaşa... Siz kimsiniz, mənim anam müzakirə edirsiniz? Tarık Bey. Narifəni qınıyorsun, niyə Fatimə məhkəməyə edilir? Dağ boyda oğlanları var. Sabah sizə cibində 3 manat olmayan kəssin qabağının sinə, onu və filancə sözdür. Siz niyə belə şərait yaradırsınız?